Bismillahirrahmanirrahim. Xeyirli işlərə tələsmək mövzusu insanın həyatına istiqamət verən ən mühüm həqiqətlərdəndir. Uca Allah Qurani Kərimdə buyurur, yaxşı işlər görməkdə bir-birinizlə yarışın və yenə buyurur, Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin. Bu ayələr açıq şəkildə göstərir ki, müsəlman üçün xeyir iş sadəcə ediləsi bir əməl deyil, gecikdirilmədən yerinə yetirilməli bir fürsətdir. Çünki insan sabahın özünə çatacağına zəmanət verə bilməz. Bugün edə biləcəyi bir namazı, bir sədəqəni, bir yaxşı sözü sabaha saxlayan insan bəzən o sabaha çata bilmir və ya çatdıqda artıq o qapı bağlanmış olur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur, güclü mömin zəif mömindən daha xeyirlidir. Sənə fayda verəcək işlərə həris ol, Allahdan yardım istə və acizlik göstərmə. Bu hədis bizə öyrədir ki, tənbəllik müsəlmanın xüsusiyyəti deyil. Xeyir yadına düşdüyü anda onu həyata keçirmək lazımdır. Namaz vaxtı girdisə, gecikdirmə. Valideynə zəng etmək ürəyinə gəldisə, təxirə salma. Kimsəyə haqqını halal etmək imkanı yarandısa, ertələmə. Çünki ölüm qəfil gələ bilər, xəstəlik mane ola bilər, imkan əldən çıxa bilər. Uca Allah məğfirətə və cənnətə tələsməyi əmr edir. Məğfirətə tələsmək, günahların bağışlanmasına səbəb olan əməllərə tələsmək deməkdir. Düzgün alınan dəstəmaz, vaxtında qılınan 5 vaxt namaz, cümədən cüməyə olan ibadət, Ramazandan Ramazana olan səbir, bunların hamısı kiçik günahların silinməsinə səbəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, kim gözəl şəkildə dəstəmaz alıb, şəhadət kəlməsini söyləsə, onun üçün cənnətin 8 qapısı açılar. Bu qədər böyük fürsətlər qarşısında səhlənkarlıq etmək ağıllı insanın işi deyil. Cənnət isə müttəqilər üçün hazırlanmışdır və onun genişliyi göylər və yer qədərdir. O müttəqilər bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyər, qəzəblərini boğar, insanları bağışlayar və günah etdikdə dərhal Allahı xatırlayıb bağışlanma diləyərlər. Qəzəbi boğmaq xüsusilə ağır bir imtahandır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur, güclü o kəs deyil ki, güləşdə qalib gəlsin. Güclü o kəsdir ki, qəzəbləndiyi zaman özünü ələ ala bilsin. Qəzəb şeytandan gələn bir atəşdir. Neçə ailə bir anlıq qəzəb ucbatından dağılmış, neçə insan bir sözlə böyük peşmanlıq yaşamışdır. Müsəlman insan bilməlidir ki, Allah yaxşı iş görənləri sevir və ən böyük məqsəd Allahın sevgisini qazanmaqdır. Cəbrail hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm ehsanı belə izah etmişdir. Allaha onu görürmüş kimi ibadət etməyindir. Sən onu görməsən də, o səni görür. Bu şuurla yaşayan müsəlman xeyir işləri gecikdirməz, günah etdikdə israr etməz, bağışlanma diləməkdə utanmaz və hər fürsəti axirəti üçün qazanca çevirər. Bu dövrdə həqiqi mömin olmaq çətin ola bilər, lakin hər bir müsəlman xeyrə doğru addım ata bilər. Əsas olan sabaha saxlamamaq, tərəddüd etməmək və cənnətə aparan yolda ləngiməməkdir. Çünki fürsət bugündür, həyat bu andır və xeyir işlərə tələsmək insanı həm dünyada ucaldar, həm də axirətdə nicata aparar.